Növbəti olaraq son söz mən belə başa düşürəm ki, yəni İcazə olar, hörmətli sədr. Bəli, bəli. Təşəkkür edirəm. Hörmətli sədr, bu etiraz eləmirsinizsə, gündəlikdə olan qonaqlar qoşulmadığına görə növbəti yarım saatı millət vəkillərinə kim söz istəyirsə onlara verək. Çünki həqiqətən maraqlı çıxışlar oldu və yeni məlumatlar əldə elədim. Burada yazıram. Düşünürəm ki, son söz üçün daha faydalı olar. Əlbəttə, əgər münasibdirsə. Əlbəttə, burada ardıcıllığa baxaq, kim əllərini qaldırıbsa, onlara söz verə bilərik. Reglamentə uyğun olaraq arasına 2 dəqiqə, mən belə başa düşürəm, verməliyik. Əlbəttə. Sədaqət xanım, 2 dəqiqə sizə verilir. Təşəkkür edirəm. Gerçəkdən bu çıxışlara qulaq asdıqca çox həyəcanlandırıcı çıxışlardır. Xüsusi olaraq, məsələn, mən amansız soydaşlarımıza qarşı olan bu amansızlığa məncə daha çox səs çıxartmaq lazımdır. Çünki AMON bizim 1-ci Qarabağ Savaşında ən çox fədakarlıq edən yəni fədakarlıq edən soydaşlarımızdır onlar. Xüsusilə mənim qardaşım o 1-ci Müdafiə Nazirinin ilk əskərlərindəndir. Biz gənc idik. Hər zaman onlar bizi ilk hücuma onlar keçirdilər. Sonra milli ordu keçirdi hücuma. Yəni demək istədiyim nədir? Yəni bizim vətənimiz uğrunda bu cür fədakarlıq göstərən soydaşlarımıza qarşı bu cür amansız hərəkət, xüsusi olaraq onları bir düşmən kimi tanıtmaq və onlara qarşı bu işgəncə Azərbaycan xalqına necə Tərtər faciəsində törətdikləri, yəni oxşar bir hadisədir. Belə çıxır ki, biz xalq olaraq amonçuları müdafiə edə bilmədiyimizə görə, onların haqqını onlara ala bilmədiyimizə görə də biz Tərtər faciəsini yaşamalı olduq. Əgər biz bir yerdə və ölkənin vicdanlı, ədalətli insanları bir araya gəlib AMONu müdafiə etmiş olsaydılar, onların bu 1-ci Qarabağ Savaşında ümumiyyətlə fədakarlıqları öz haqqını almış olsaydı, məncə Tərtər faciəsi olmazdı. Ona görə biz bütün bu ədalətsizliyin qarşısında susmamalıyıq millət olaraq və millətimizi də bu ədalətsizliklərə qarşı mütləq birgə mübarizə aparmağa dəvət etməliyik. Məncə bu çağırışla etməliyik bunu. Çünki parlamentin belə bir əlini topu tüfəngi yoxdur ki, o və yaxud da ki, cəza mexanizmi yoxdur. Onun tək aləti onun vətəndaşlarıdır, seçiciləridir, insanlardır və bu prosesin də nəticəli olması üçün mütləq insanlar iştirak etməlidir və onlar iştirak etməsən, onlar bu haqqı tələb etməsələr, biz ölkəmizdə heç bir ədalətdən, hər hansı bir hüquqi rejimdən danışmaq məncə əbəsdir. Çünki Qarabağında partiyalar parçalandıqca üzr istəyirəm ifadəmə görə bunu da əlavə edeyim ki, bütün bu proseslərin əsas qaynağı, bu amansız rejimin formalaşmasının əsas səbəbi də bu siyasi partiyaların, o siyasi məhbus əslində mənim fikrimdə buydu xüsusi olaraq. Siyasi məhbusların bu cür artmasının əsas səbəbi siyasi partiyaların xırdaqlara parçalanması və vahid mübarizə meydanının olmaması və vətəndaşlarımızın bu dərəcədə amansız və çox irticaqçı bir rejimin əlində bu cür məhv olmasına gətirib çıxartdı. Məncə bu da bir qınaq obyekti olmalıdır. Biz onları da qınamalıyıq ki, bir mərkəzdən mübarizə aparılmış olsaydı və siyasi partiya olaraq, hərəkat olaraq heç vaxt bu cür hökumət güclü olmayacaqdır və bu qədər amansız olmayacaqdır. Mən bunu da xüsusi olaraq bir parlamentar kimi vurğulamağı təşəkkür edirəm. Artıq danışırsınız. Xahiş edirəm ki, çıxış edənlər çalışsınlar, mikrofonlarını qoşsunlar. Növbəti sözü veririk Müşfiq Əhmədliyə. 2 dəqiqə. Bir daha hər birini salamlayıram. Mən buradan bir şey qeyd eləmək istəyirəm. Bu işgəncələrdən söhbət getdi. Təzyiqxanalarda, digər yerlərdə işgəncələrə, əsas fəal şəxslərin işgəncələrə məruz qalmasından mən şəxsən Gəncədə həbsxanada olduğum müddətdə həmən o türmə rəisinin həbsxanada öyrətdiyi dustaqlar tərəfindən də işgəncələrə məruz qalmışam. Ondan əlavə, orada mən Tərtər Hərbi Məhkəməsinə gətiriləndə boynuma götürmədiyimə görə, orada məni bir neçə qruplara saldılar, sıxırdılar. Hətta
Nisə və Türmə rəisinin müavini otağında qəbul edib ki, siz boynunuza götürün, cavan oğlansan, niyə boynuna götürmürsən? Bundan əlavə mən Ali Məhkəməyə verdiyim müddətdə Bakı İstintaq Təzyiqxanasında saxlandığım müddətdə mən orada birinci səfər girəndən adlıq aksiyası eləmək istədim. Orada mənim hətta Elnur Məmmədovun Türmənin rəisinin müavini var idi. O zampolit deyirlər də. Həmən şəxs məni tokkasını çıxardıb, hərbi remenin tokkanı çıxardıb məni döymək istədi. Məni qolum qandalarla apardılar onun otağına. Sonradan məni apardılar. Mən həmən vaxt eləmədim. Ondan bir müddət keçdi. Yenə azlıq aksiyası elədim. Azlıq aksiyasında məni heç bir azlıq aksiyasına xəbərdarlıq eləmədən mənim qolumu qandallayıb Varanok deyilən maşında, yəni türmə dustaqlara aparan bir maşında tək Adinoska deyilən yerdə məni 3 nəfər dustaq nazorla başımın üstünə duraraq apardılar. Elə necə lazımdır, elə də bir insan rəftarı olmadan tulladılar həbsxanaya. Bunu tək mən yox, orada olan dustaqlar da buna şahiddirlər. Burada demək istəyirəm ki, baş prokurorluğa demək istəyirəm ki, baş prokurorluq necə olur ki, biz adlarını çəkdiyimiz Hikmət Həsənovu, Nəcməddin Sadıqovu, Müdafiə naziri Zakir Həsənovu, ondan əlavə Xanlar Vəliyevi, digərlərini həbs eləmir, onlara cinayət işi aşmır. Amma Azərbaycanın haqqını deyən, Azərbaycana tərtər işini əsas da açan Qurban Məmmədliyə cinayət işi qaldırır bu prokurorluq. Bu prokurorluq oradan onu bildirir ki, baş prokurorluq Kamran Əliyev. Tərtər cinayətində onların da əli var. Tərtər cinayətini onlar da törədiblər. Siz bunu eləməsəydiniz, bugünkü gün həmən şəxslərə cinayət şaşmazdı. Sizə deyilən Azərbaycanı məhv edən şəxslər var ki, bu hal-hazırda siz onları cinayət işi açmırsınız. Deməli, siz onlardan əlbirsiniz. Bugünkü gün biz dəfələrlə prokurorluğa da geçsək, tərtər işi ilə bağlı müraciətlər də eləsək, heç bir nəticə verməyibdir. Hətta bizi yalandan aldadıb keçən səfərki baş prokurorun qəbulunda bizi yenə Qasım Məmmədovun qəbuluna göndərdilər. Qasım Məmmədov da başımızın altına bir yastıq qoyub, yenidən bizi allatdı. Düz reqlamentdən biraz kənara çıxıram, üzrü sayarız. Amma bu əsas məqsədim odur ki, yəni baş prokurorluq belə cinayət işi açandısa, belə cinayət işi ilə qanunlara əməl eləyəndirsə, niyə Cabir Qəhrəmanova 6 il iş verirdi, Ruslan Mikailova 6 il iş verirdi? Mən buradan istifadə edib demək istəyirəm ki, mən Ombudsman Elmira Süleymanovanı və Səbinə Əliyevanı məhkəməyə verəcəm. Nəyə görə məhkəməyə verəcəm? Çünki mən onlara dəfələrlə həbsxanada olduğum müddətdə müraciət eləsəm belə mənim heç bir hüquqlarım qorunmayıbdır. Hətta onlar məni qəbul edib gələndən sonra mən işgəncələrə məruz qalmışam prokurorluq tərəfindən. Bunlar da heç bir nəticəsi olmadığına görə onlar hətta bizim hüquqlarımızı qorumaq əvəzinə prezidentə müraciət eləyib, Mikailov Ruslan və Cabir Qəhrəmanov 44 günlük vətən müharibəsində təcil olaraq azadlığa buraxdırıb, azadlığa çıxmalarında onlara zəmin yaradıblar, şərait yaradıblar. Bu məktubda var, məktubu təsdiq edən sənəd mən özümdən danışmıram, məhkəmə prosesində də bu sənəd təsdiqlənibdir. Sənədi də oxumuşdu hakim Zeynal Ağayev. Yəni demək istəyirəm ki, bugünkü gün bunların fəaliyyəti ondan ibarətdir ki, Xatirə xanım, bugünkü fəaliyyət ondan ibarətdir ki, bunlar əsl cinayətkara tutmurlar. Bunlar özləri cinayətkardır, cinayətkarda tutası deyirlər. Sadəcə olaraq mən buradan bir şey demək istəyirəm ki, xalq olaraq biz zəncirvarı birləşməliyik ki, bu cinayətkarların axır sonu cəzası gəlsin. Bu qədər demək istəyirəm. Çox sağ olun. Hər birində salam deyirəm. Bir də ki, Xatirə xanımdan üzr istəyirəm. Bu qar sükunu ilə bağlı şəhid olan şəhidlərimiz var. Onların da xatirəsini yad eləyir, ailələrinə baş sağlığı veririk. Bərdədən də şəhidimiz var. Mən də onların ailəsinə baş sağlığı verirəm. Çox sağ olun, var olasınız. Çox sağ olun. Allah məkanlarını cənnət eləsin və onların da ölümləri mütləq araşdırılmalıdır. Növbəti söz Sərvan Kərimova verilir. Axşamınız xeyir, hörmətli millət vəkillərimiz, hörmətli izləyicilər. Burada deyilənlər, eləcə də hələ bizə məlum olmayan bəzi o dövləti cinayətlərin hamısının bircə dənə səbəbi var. O da özünə və gələcəyinə laqeyd olan xalqın öz taleyinə, gələcək nəslin taleyinə sahib çıxmamasıdır. Özünə və gələcəyinə sahib çıxmayan xalq belə deyək də kütlədir, xalq deyil. Çünki xalq olan əxlaqı ən böyük insan birliyi qətiyyət olar, şərəf olar, ləyaqət olar, cəsarət olar, özünə gələcəyinə hörməti olan insan birliyidir. Əgər 30 ildir, 32 ildir bu xalq özünə və gələcəyinə
dəyər verməyərək bir mafiyöz ailənin əlində gürovluğundadırsa və bütün başımıza gələnlərin hamısına susursa, laqeyd qalırsa, bunun bir dənə səbəbi, yəni özümüzə qəbir qazdırırlar öz əlimizlə. Biz də buna susuruq. Azadlığı xahiş ilə, minnətlə düşmən sənə verməz. Qarabağda elə bir Paşinyan gəlib, Ermənistan gəlib, Qarabağı işğal edir. Biz də xahiş edirik Ermənistandan ki, Qarabağı xahiş edir, minnət edir. Min bir cür hoqqadan çıxardırıq, tək mübarizə olmadan, silahlı mübarizə olmadan, müqavimət olmadan xahiş edirik ki, sən bəs o Qarabağı azad elə, ver bizə. Eləcə də ölkə daxilindəki bizim hakimiyyətimiz, xalqın iradəsi ilə, xalqın iştirakı ilə ərsəyə gələn, qurulan dövlətimizi idarə edən hakimiyyət, hansı ki dövlət bizə xalqa xidmət eləmədi, bir qrup mafiyozun əlində bir işgəncə, terror aparatına çevrilib, bu xalqa zülm işgəncə verməkdən başqa ayrı şey yaranır. Nəticədə nə olur? Bir qrupu hakimiyyəti mənimsəyənlər ölkədəki sərvətləri küllü miqdarda ələ keçirmək, xarici afşar zonalarda özlərinə dəbdəbəli, ağla gəlməz harın meşən həyatı qurmaqla bu xalqı belə qaranlıqda, zülmətdə saxlayırlar. Mətbuata zada qarşı olunan tədbirlərin də hamısı, mətbuata zada qarşı olan o aksiyaların, terrorun hamısı, eləcə də o AMON dediyimiz qruplardan başlamış. 4 iyun 93-cü ildən başlanan bu hərbi çevriliş yoluna hakimiyyətin ələ keçirilməsinin yeganə məqsədi bu xalqı hakimiyyətdən uzaqlaşdırmaq, xalqın dövlətini, xalqa qarşı bir işgəncə aparatı kimi istifadə eləməkdir. Mən bir dənə xahişim, xalqdan bir dənə xahişim, əgər xalq ola biləcəksə, bir dənə siyasi fəallığını artırmaqdan ibarətdir. O da kütləvi şəkildə siyasiləşməkdən ibarətdir. Kütləvi siyasiləşən istənilən toplum birləşə bilər, təşkilatlana bilər, hüquq azadlığının nədən ibarət olduğunu dərk eləyər və onun uğrunda mücadilə, cihad aparıb öz azadlığına qovuşa bilər. Burada indi yoldaşlar Novruz bayramı ilə bağlı, Ramazan ayının başlanması ilə bağlı bizə əmin-amanlıq, yaşayış, gözəl gələcəklər bəxş elədiyini deyirlər. Onun hamısı əfsus şeylərdir. Mən onların hamısı üzr istəyirəm, onların səmimiliyini, onun hamısı boşboğazlıq hesab edirəm. Əsarətdə, zülm altında, terror altında yaşayan xalqın heç bir əmin-amanlığı ola bilməz. Və gələcəyi də ola bilməz. Biz xalq olaraq əvvəlcə birləşməliyik, siyasi fəallığımızı artırmalıyıq, özümüzün xidmət eləməli olan dövlətimizə sahib çıxmalıyıq. Dövlətimizə sahib çıxandan sonra o dövlət bizim üçün xidmətində olacaqdır, güvənli həyatımız, xoşbəxt, azad, firavan həyatımızı qura biləcəyik. Onun üçün da yeganə xalqa səslənirəm ki, yeganə legitim orqan olan Azərbaycan Xalq Parlamentinə gəlsinlər, dəstək versinlər, nizamnaməsi ilə, o məramnaməsi ilə tanış olsunlar ki, axı bu parlament, sənin, mənim, buradakılar o 80 neçə nəfər adam var, onların xoşbəxt, gələcək xoşbəxt, güvənli həyatı üçün də öləyib. Biz bunu yaradırıq ki, ay xalq, biz gələk sənə xidmət eləyək, ləyaqətlə xidmət eləyək. Hansı halda? O halda ki, sən bizim yanımızda olasan, sən bizim arxamızda, kürəyimizdə olasan. Onun da xalqa Novruzla bağlı nəsə təbrik demək istəyirəm. Nə də ki, Ramazanla bağlı. Deyirəm ki, yəni siyasi fəalları artmış olsun. Yaz gəlir, gün çıxır, havalar, hamısı baxmada bu təbii şəraitdir, təbiətin verdiyi iqlim dəyişikliyi, istiliyə doğru gedib bir cəmaatın özündə də bir oyanıqlıq olsun. Olar inşallah. Öz hüquqların, heç olmasa indi özümüz yaşamışıq, Xadirə xanım. Siz də Rusiyada yaşayırsınız da, indi şərait olsaydı, sizin Rusiyada nə işiniz vardı? Ya da o qardaşlar Cavanşir. Sərvan bəy, bizə uyğun. Hər bölgələrdə nə işimiz vardı? Cənnət məkan Azərbaycan 9 illik şərait qalıb burada, biz gedib hansısa xalqların göz kölgəli şəraitdə yaşayırıq. Bu elə bir növ məhbus həyatıdır, razıyam sizinlə. Azərbaycan özü boyda qapalı zindanxanadır. Mən
Bunu Oldu. dəfələrlə demişəm, mətbuatda da xatırlamışam. Bunun Çox sağ yeganə olun. xilasçıları, indi uşaqlar burada sağ olsunlar, hep deyirlər, Allah qapısını açsın. Allah deyir ki, sizinlə savaşanla savaşın. Mən sizə gəlib, qapı açan deyiləm. Bu qapını o halda açacaq ki, biz bu terrorçuları, bu rejimi, mənim senləri tutub özün salacaq o zindanın qapısını açacaq, o cəmatı bırakacaq. Sağ olun, Oldu, təşəkkür ederim. oldu Sərvan bəy.